Solmaz. Dünen anandan imtina ettin. Bəli, Niye gülürsen kızım? gülmürəm. Gülmürəm, Xoşqanam xanım. Çetin değil mi? O kararı da Bəli. vermek çetin. Belki səhv etdim, belki ne bileyim bilmirəm. Xeyr, səhv etmədim. Mən bilirəm ki, Xoşqanam xanım, o evə qayıtsam, Deməli, mənə bir şey denən. Qardaşın səni dedin haralarda saxlayıb, biraz öncə danışmışdın. motosiklet qarajında yatızdırıb, o gəlinin istəyi ilə. Həyat yoldaşının istəyi. Bəli, bəli. Niyə? Gəlin niyə istəyirdi onu? Hə? Gəlin niyə istəyirdi? Gəlin deyir ki, mən ondan iyrənirəm. Səndən. Bəli. Yəni gəlin səndən iyrəndiyi üçün səni Hə? qarajda saxlayırdı. 3 dənə pişik saxlayır evdə. Onların altını təmizləməyə iyrənmir, amma mənim əllərimdən iyrənir. Allah Kömək Allah. eləmək istəyirəm, deyir sən əl vurma heç nəyə, sənin əlindən iyrənirəm. Gəlin, qaynana hamını bir də anan bir yerdə yaşayırdı. Bəli, bəli, bir yerdə yaşayırıq. Qardaşın da sizlə qalır. Həri, Amma onlar ayrılmayıbdı bəs. ikinci arvad alıb. Ha. Dəhşət. Amma Solmaz, bugün anan yoxdur burada, görürsən də. O səndən imtina Qaçır. elədi. Qaçır. Bəli, ana imtina elədi öz Ne qızından. danışıyorsunuz? Başka Hətta bəzi etirafları var. Biraz sonra mən onu açıqlayacağım burada. Hə, onları açıqlasaz çox yaxşı olar, görərsiniz. Necə? Mənə telefona səs göndərdi. Mən onu bilmirəm, amma mən Hə, şəxsən onu açıqlasaz şəxsən çox mənə yaxşı olar. göndərdiyi və biraz sonra o etirafları açıqlayacağam. Mən dəhşət içərisindəyəm. Həqiqətən də nə bilim, mən Kifayət xanımı yenə deyirəm, qınamıram. Bəlkə də həqiqətən də o 29 ildə yaşadıkları onu o hala salıb. Həqiqətən də öz anandır da, sənin sənətlə də təsdiq. Bəli. Amma siz hardasa nəyisə bilirsiniz ki, o niyə? Bilmirəm. Niyə eləyir? Yox, indi o evdə siz yaşamısınız da. Gəlinizi başa düşdüm, qardaşınızı başa düşdüm. Ananın elə hərəkət eləməyi ki, sən mənim qızım deyilsən də. Nə sənin fikrincə nəsə deyibdi sənə ki, niyə sənin Deyiblər qızın? ona ki, Açıldı o sənin da. qızın deyil. Yox, onu DNK demir. testi. Yox, onu demirəm. Onu demirəm. Yəni açılana Necə qədər yəni? səbəb nə idi? Səbəb dedi də, Səbəb o idi. dedi dəniz kənarında o sarsaç göygöz oğlan göründü. Dedim ki, mənim oğlumdur, dəyişiblər qızla. Bir dəfə gördüyünüz uçaqla deyərsiniz ki, O mənim neçə deyil. yaşında demişdi? Siz yəni yaşlıydınız da onda. Dənizə getmişdi axı. 5 yaşından bilir. Bu Atamla qıza 5 ana- yaşından özü ilə gəzdirib ki, bu qız mənim deyil. Getmədiyi idarələr, müəssisələr, şikayət etdiyi yerlər, ən son keçən il bizə müraciət elədi DNK testi. Dünən DNK testi açıldı ki, %100 bu qadının övladıdır. Qadın yenə qızından imtina etdi ki, yalandır. Ama Xoşqədəm xan, bu qız harda yaşamalıdır? O qadın məcbur olmalıdır. Ya bunlar barışsınlar, geçsin. Ya da bu qıza pay verilməlidir. Nəsə bir şərait yaradılmalıdır. Bəs bu yazıq qız harda yaşasın? Valla Belə şey mən olmaz axı. Kifayət xanımın etiraflarını biraz sonra açıqlayacağım.